Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Əziz dostlar, əziz millətim. Demək, bu bilirsiniz ki, bu Rusiyanın bizim millətimizə qarşı, bizim dövlətimizə qarşı Rusiya dövləti hansı mövqedə durub 100 illərlə. İndi biz burada hərdən bir bəzi məsələlər var, biz o şərh eləyəndə Rusiyanın Azərbaycana qarşı olan mövqeyini biz dilə getiririk burada. Deyirik, bilməyən adamları da agah edirik ki, qoy bilsinlər ki, yəni Rusun bizə qarşı hər dönəmdə, hər zamanda fikri belə olub və bizə qarşı elədiyi hərəkətlər də belə olub. Hətta sizə deyim, Sovet dönəmində o başlayan vaxtları, Sovet Azərbaycanı işğal edən vaxtlarında, əvvəllərdə də bilirsiniz ki, bizim seçib millətimizin ziyalılarını aparıb gülləlib öldürdülər və onunla da Azərbaycana böyük bir zərbə vurdular və sonra başladılar ortaya, nə bilim, Əlheydər Qarayevləri, Çingiz İldırım kimi adamları ortaya çıxardı. Bizim milli mənəviyyatımıza bunlar toxundular. İllərlə, əsrlər boyu. Bizim torpaqlarımız işğal olundu. Bizim iqtisadiyyatımızı əlimizdən aldılar. Bizim mənəviyyatımızı əlimizdən aldılar. Bizi parçaladılar. Bizi İrana satdılar. Bizi nə bilim yarısını özləri götürdü. Darmadağın elədi bizi Azərbaycan olaraq, bir millət olaraq. Və adımızı da qoydu nə? Azərbaycanlı. Əvvəllər Azərbaycandan qabaq Tatar dedilər. Mən şəxsən bir 30 il bundan qabaq Gürcüstanda idim. Orada mənə bir nəfər soruşdu, dedim Azərbaycanlıyam. Mənə deyir ki, Tatrebi. Tatrebi, Tatar deyirdim mən. Yəni müxtəlif adların hamısını bizə qoydu. Rus qoydu. Bizi özümüzdən aldı bu. Özümüzdən aldı. İndi bəzilər deyir, heyf dörüydü Rus dönəmi. Ay kişi, Rus dönəmi dörüydü. O 50 il, 60 il bundan qabaq olub. Onda da gözəl heç nə olmayıb. Mağazinləri var idi. Məsəl üçün, mən Şirvan şəhərində doğulub böyümüşəm. Şirvanda 3 dənə mağazin var idi. Mağazinə girirdim, bir növ marojna var idi, dondurma. 2 növ konserva var idi, nə bilim mən. Belə bir şeylər idi. Çörəkdə növbəsində növbə, un gəlmirdi, kəsilirdi. Yadımda da mənim un mağazinlərində növbələr aylarla gəlmirdi. Çörəkdə növbələr. Mən 7-8 yaşım var idi. Gedib çörək növbəsinə bir dəfə durdum. Sinəmə o qədər basdılar, dəmir qoymuşlar, sərhəd bura. Az qalmışdı ölənmə. Oradan qışqırdılar ki, uşaq öldü. Şirvanda olub yəni bu hadisələr o vaxtlar. Əli Bayramlıda. Yəni bunları danışanda bir də görürsən ki, Rusiyadan xiyar satan, nə bilim badımcan satan, nə bilim mən nə satan, oradan durur. Məsələn, mən xiyar satanı, badımcan satanı alçaltmıram buradan. Çoxları belə, sən o niyə alçaldırsan? Çoxsu mənim videomun sonuna baxmır, götürüb orada rəy yazır. Alçaltmıram. Sadəcə onlara xiyar satan hər şeyə xiyar kimi baxır. Başa düşürsən, badımcan satan hər şeyə badımcan kimi baxır. Bu ictimai siyasi hadisələr tamamilə başqa bir şeydir. Onu dərk eləmək, anlamaq lazımdır. Sən anlamırsan. Anlamırsan ona görə ki, durub mənə oradan təhqir yazırsan videonun altından ki, ay Azad müəllim, siz düz danışmırsınız, biz burada çörək yiyirik. Sən orada çörək yiyirsən, bu Rusiyada yaşayanları görmürük. Nə gündəsiz ki, sizin orada 0,1% normal həyat yaşayır. Qalan hamısı başına yeşik taxtası, qarpızı götürüb gecə səhərəcən o piyanistka Rusda vurub başında sındırırlar. Bunların hamısını görmürük. Polis də gəlir, tutur, aylığa otuzdurup, sizdən pullarınızı tuturarlar əlindən, daluza da bir təpi vururlar. Hələ o vaxtı. İndi var, ümumiyyətlə yaman gündəsiz heç. Nə üzü müdafiə ediyorsunuz?
lap belə deyək ki, həqiqətən də sən orada qarpız satırsan, bir 50 dollar pul qazanırsan. Sən bu qarnından ötürü milli mənafiləri satırsan, şərəfsiz, ləyaqətsiz. Sən bu qarına görə nə olacaqmış? Azərbaycanda gör nə qədər insan yaşayır. Hansı acından ölürlər ki? Kim acından ölür? Bəlkə eşitmişsiniz, Azərbaycanda kimsə acından ölüb. Hər bir dönəmdə, bütün dövlətlərdə kasıb da var, yoxsul da var, imkanlı da var, milyarderlər var dünyada. Hər bir yerdə var. İləcə də burada var. Azərbaycanda yoxsul adam var ha. Beyni yoxsuldur onun, beyni işləmir, əziyyət çəkmir. Beyni işlətmir, beyni işlətmək lazımdır, düşünmək lazımdır. Səhər saat 8-də durub gedib çayxanada domino nerede oynamaq lazımdır, oturub beyin fikirləşmək lazımdır. Sən bu günləri nə elədin ki, sən pul qazana bilmədin? Çayxanada nerede oynamsan, ya da tində çömbəlib sigaret çəkimsən. Axşam da deyirsən ki, bir manatın yəsi döyürük, acından batırıq. Sən nə işin dalıyca getdin ki, sən acından batdın? Azərbaycanda heç kim acından batmır. Nə də Rusiyada yaşayan Azərbaycanlara. Mən buradan üzümü tutub gene də təkrar eləmək istəyirəm ki, bizim videoların altından yazı yazanda bir oturun düşünün. Bir normal ağılla fikirləşin, görün ki, nə yazısınız orada və sizin yaşayışınız hansı səviyyədədir orada. Arvad, uşaq atılıb qalıblar burada. Əsir yesir. Anan, atanın üstündə. Ana, ata nə qarsın ki? Sən arvadı, uşağa sahib çıxa bilmirsən, atıb gedmirsən, küçələrdə yaşayırsan. Sonra deyirsən ki, bizi qaçırdıblar, qovublar. Mən Azərbaycanda yaşayıram. Bakıda, Şirvanda. Milyoner döyürəm, ondan sonra nə bilim nəyim yoxdur, həyatımdan çox razıyam. Çox razıyam. Beynimi işlədirəm, savadımı satıram. Hüquqşünasan, bir gəlir ərzə yazır, bir də ərzə yazıram, 100 manat alıram. Ağlım var, indi deyəsən ki, ağılsızlar neynəsin? Ağılsızlar da geçsin, ağılsızlara aid olan işlər doludur. Ağıllılara aid olan iş çətindir. Ağılsızlara doludur küçəbaza işlə. Yəni, bu dərəcədə bir danışanda öz dövlətinizi, öz millətinizi heç vaxtı bada vermin. Mən sizin hər birinizdən xahiş edirəm buradan, bu Rusiyada pul qazananlar, öz milli mənafilərinizi satmayın 10 qəpiyə, 5 qəpiyə. Sən Rusiyada dizi yerə atıb yeşiyin üstündə qaysı satırsan. Mən gəlmişəm bazarlarda sizin gününüzü görmüşəm hamuzu. Sən o hərəkətləri, çox üzr istəyirəm buradan. Çox üzr deyirsiniz ki, yəni çörək qazanmaq ayıbdır da, yəni özü hara qoysan qoy, özü bırax ki, nətər istəyirsən, təki pul olsun ayıbdır. Xeyr, pul qazanmaq ayıbdır. Bir çox hallarda şəxsiyyətsizcəsinə, səviyyəsizcəsinə pul qazanmaq kişilikdəndir ümumiyyətlə. O kim deyibsə pul qazanmaq ayıbdır, çox böyük səhv elə başını daşa döyüb. Pul qazanmaq, kişi kimi pul qazanmaq lazımdır. Kişi kimi. Yox, sən gedib Moskvanın küçələrində elədiyin hərəkətləri, səviyyəsizlikləri gəlib Azərbaycanda eləsin, 4 dəfə ondan artıq pul qazanarsan. 4 dəfə. Yalandan gedib orada şalvarısın dizin asfalt aparıb, yeşiyin üstünə qarşı satırsınız, xiyar satırsınız. Bura gələndə boynunuza sep atırsınız, gəlib nə bilim burada kreditdə maşın götürmüşsünüz. Elə oturursunuz, burada gəzirsiniz ki, güya ki, cəmaat bilmirsiniz orada nə işlə məşğulsunuz. Ona görə də bizim kimi adamların videosunun altından, çıxışlarının altından yazısında düşünün. Düşünün, biz bu günlərə Azərbaycanın dövlətçiliyinə xidmət edirik, Azərbaycanın millətçiliyinə xidmət edirik. Siz isə xahiş edirəm, gedin xiyarınızı satın, badımcanınızı satın, amma xiyara, badımcana
millətinizin, dövlətinizin maraqlarını satmayın. Kişi olun. Sağ olun.